tapşırdı bunun yanına. Dedi get orada şəlalə var, onun yanına sənin məsələn həll olunacaq. Gəldim danışdım, şəlalə də sən demə bunun qəhvəsi imiş. Orada bu işə baxan. Götürdülər mənim işimi qaldırdılar plenuma. Plenumda zalda oturublar, nə bilim polis, prokurorluq, DTX, böyük bir belə şey stadion kimi yerdir. Yuxarıdan baxırsan bunlar belə qarışqa kimi görsənir. Allah heç kimin yolunu ora salmasın. Və plenumada gedənlər hamı bilir ki, orada iş ancaq xitam verilir, ora işi kiminki çıxıb onun xeyrinə olur. Yeganə adam mən oldum ki, plenumda bax bu arvadı qəhvə, daha doğrusu arvadları qəhvə, Ramiz Rzayev baş prokuror Zakir Qaralovun dediyini yox, İbrahim Nehrəmlinin dediyini elədi. Bax bu, nə var yerlisidir. Və bu qəhvələr ölkəni qəhvəxanaya çeviriblər, məhkəmə sistemini bazar eləyiblər. Dövlət orqanına, DTX öz şəxsi maraqlarına xidmət edir. Prokurorlar öz şəxsi maraqlarına xidmət edir. Məni kimi kişinin haqqını yeyirlər. Mən çıxıb haqqına bunları soyanda mən oluram pis kişi. Bunlar olur Azərbaycan dövlətini sevənlər. Sizin dövlətinizə salın. Sizin ailə uşaqlarınızın ağzına verin. Bunun başından yaxşı xaç çıxar. Götür oğlu götür. And olsun Allah. Qəhvənin balası tanımayanlar tanısın. Nehrəmli Ramiz Rzayev. Ali məhkəmənin sədri. Bu arvadı qəhvədir. Bu qızı qəhvədir. Bu qəhvənin balası oğlu generaldır. General. İndi onun şəklini görüm tapacam, qoyacam. General oğlu başının da üstündə Heydərin şəklini qoyur. Bunlar dildə Heydərçidirlər, bunlar dildə İlhamçıdırlar. Bu qəhvənin balaları Uca Amon Heydərdən, İlham Əliyevdən istifadə eləyib, ancaq məni kimi vətəndaşların haqqını yeməklə məşğul. Bunu da hamı bilir. Tək məndə öyrənir, bütün Azərbaycan belədir. Sadəcə mən seçilmişlərdənim də, mən dayanmıram da qardaş. Mənim vəziyyətim yaxşı da olsa, pis də olsa, mən son nəfəsimə görə haqqım uğrunda sonuna qədər gedəcəm. Və hər kəs öz haqqını tələb etməlidir. Mən bu yaxınlarda oturub fikirləşirəm. İndi Azərbaycanda bilirsən ki, bütün 15 respublikanın içində Qazaxıstan hamısından böyükdür da. Rusiyadır, sonra Qazaxıstan. Deməli, heç harda, bəlkə də Rusiyada Azərbaycandan çoxdur, amma hər yerdən Rusiyadan başqa hamısından çox Azərbaycandadır generallar. Özün də bilirsən ki, rütbə qalxdıqca maaş da qalxır, düzdürmü? Gör, uşaq pulu mən oturub belə fikirləşmişəm, bu niyə Azərbaycanda bu boyda general olmalıdır? Rütbəni qaldırırlar ki, büdcənin pulundan bura verilsin, amma qaziyə pul artırmasınlar, verməsinlər qazinin pulunu. Onlara generallıq verib pulunu artırsınlar, amma uşaq pulu verməsinlər. Bu yetimlər böyüyəndə gedib sizi qoruyurlar da. Və sizin yetimləriniz getmirlər axı. Bir ayağı Avropadadılar da. Elə deyilmi? İndi hamısı peysərə verib. Biri çıxıb söhbətə çıxmadılar. Mən DTX-yə də hara zəng eləmədim, onu bir Allah bilir. Hər yerə zəng eləmişəm. Heç kəs heç barmağını da yerindən qımıllatmadı. Dillənən deyir, sizi söymürlər ki, qoy söysünlər. Hələ bu UNESCO-da işləyən qavət dedi ki, Əlin Ağıyevdən ötəri, prezidentdən ötəri, vilayət Eyvazovdan ötəri nə başın ağrıdısan? Bunun özü dedi ki, o boyda pullar var, milyarderdirlər. Qoy zərri işət eləsin, nə işinizə qalıb? Bu hökumət işçisidir. Bu belə deyəndən sonra mən nə varım? Mən dedim, gəlin, şikayət milləti yığaq, yığıncaq olsun, Azərbaycan birliyi yaradaq. Yenə də maaşla lazım deyil. Millət orada video altında şikayətlər olsun, amma o şikayət promoy prezidentə gevşatılmalıdır, zərişət olunmalıdır. Dedi, 100%. Amma görürsən, sən də gör, Azərbaycanın nə günə qoyublar ki, Əliyə ana, Mehriban Əliyevanın dayısı gəlini neçə min dənə məktub yazıb, hələ Bakıda otur, onun şikayətinə baxmırlar. Onda bu oğraca mən nətər inanmayım ki, İlham